Gədəbəydə qardaşoğlunun qisası Bibidən alındı. Gədəbəy rayonunun Arıqıran kənd sakini Məlikova Həmail Yunis qızı Gündəm Xəbər Azın redaksiyasına yazılı müraciət edərək Gədəbəy rayon icra hakimiyyətinin məmurları tərəfindən haqsızlığa məruz qaldığını və maddi ziyana düşdüyünü bildirib. 13 mart 2024-cü il tarixdə Gədəbəy rayon icra hakimiyyətinə faktiki yaşadığım mərhum valideynlərimə məxsus həyatyanı torpaq sahəsində eni 5, uzunu 10 metr ölçüdə tövlə tikintisinə icazə verilməsi üçün ərizə yazdım. Təxminən 5 gün sonra kənd icra nümayəndəsi icazənin verildiyini bildirdi. Bundan sonra həmin ərizəmə uyğun tikintimə başladım. Aprelin sonu tövləmi tikib qutardım. Tikinti getdiyi zamandan qutarana qədər mənə heç bir etiraz məktubu gəlməyib. Çünki ərizəmə verilən cavaba uyğun tikinti aparılmışdı. Lakin qardaşım oğlunun Gədəbəy Kommunal Müəssisələri Kombinatının fəaliyyətinin yoxlanması ilə bağlı yuxarı instansiyalara müraciətini əsas götürərək Gədəbəy Tikinti Memarlıq Şöbəsinin əməkdaşı və Gədəbəy Kommunal Müəssisələri Kombinatının işçiləri tikintisi 3 ay əvvəl başa çatmış tövləni zorla sökərək tam yararsız hala saldılar. Gədəbəy İcra Hakimiyyətinin mənə göndərdiyi tikilimin 5 gün müddətinə sökməyəcəyim təqdirdə Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinin tələblərinə uyğun olaraq barəmdə qanuna müvafiq tədbir görüləcəyi haqqında 08.07.2024-cü il tarixli rəsmi bildiriş məktubu mənə iyulun 26-sında çatıb. Həmin məktub 15 iyul tarixində Gədəbəy poçtuna daxil olub. 24 iyulda isə mənim yaşadığım Arıqıran kəndindəki poçta daxil olub. Halbuki tikintini 12 iyul tarixində söküb, tam yararsız hala salıblar. Əlavə olaraq bildirişdə qeyd ediblər ki, eni 5, uzunu 10 metr ölçüdə tikilmiş tövlə güya sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulduğuna görə söküləcək. Söküb mənə 10.000 manat ziyan vurandan sonra bu məktub nəyə lazımdır? Yazırlar ki, monitorinq zamanı vizual baxışda qapısının dəmir olması, pəncərələrinin alüminiumdan olmasından kafeyə bənzədiyi üçün söküblər. Qanunsuzuydusa, özümüz sökərdik. Yaxşı, mənə niyə ziyanlıq vurublar? Məsələ ondadır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin şərtlərini elə Gədəbəy İcra Hakimiyyəti özü pozub. Belə ki, həmin məcəllənin 95-ci maddəsinin 5-ci bəndinə görə sökülməsi barədə qərar qəbul olunmuş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə, həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülür. Rayon rəhbərliyi isə vətəndaşa cəmi 4 gün möhlət verir. Qərar barədə bildiriş vətəndaşa çatmamış hərəkətə keçib. Yenə də həmin məcəllənin şərtlərinə görə qərarda tikinti obyektində müşahidə olunan pozuntular qeyd edilməklə bərabər, həmin pozuntuların aradan qaldırılması ilə bağlı möhlət nəzərdə tutulur. Rayon icra hakimiyyəti vətəndaşın bu hüququnu da unudub. Görünən odur ki, həqiqətən də Həmail xanımdan onun şikayətçi qardaşı oğlunun qisasını almağa tələsirmişlər. Gədəbəy rayon icra hakimiyyətinin məsələ ilə bağlı başqa izahı varsa dinləməyə hazırıq. Gündəm Xəbər az saytını izləməyi unutmayın.